Səkkizinci Beynəlxalq Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə simpozium çərçivəsində keçirilən panel iclaslarında Türk xalqlarının ortaq folklor irsi müxtəlif elmi aspektlərdə müzakirə olunur. Məruzələrdə birinci Türkoloji Qurultayın elmi irsi, Türkoloji folklorşünaslıq, aşıq sənəti, mifoloji düşüncə, qeyri-maddi mədəni irsin qorunması və rəqəmsal mühitdə folklorun yeni təqdimat formaları diqqət mərkəzində olub. Azərbaycan, Türkiyə, Qırğızistan, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən olan alimlər türkoloji folklorşünaslığın aktual problemləri və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Panel müzakirələri ortaq türk mədəni irsinin öyrənilməsi, qorunması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.